Salam əziz izləyicilər. Gördüyünüz kimi bu su qızdırıcısının qaz su moduludur. Yəni bu zavodda tənzimlənir. Bu biraz mürəkkəb qurğudur və həssas qurğudur. Odur ki, bax bu vintlər ki var. Bax biri budur, digəri isə bu. Bax bu iki vintə qətiyyən əl vurmayın. Bu yaxında izləyicilərdən biri zəng vurmuşdu ki, alov gec sönür. 2 minutkada alov gec sönür. Və o yan bu yan sorğu sualdan sonra məlum oldu ki, bu özü təmir eləyib və bax bu vintləri bərkidib də axıra kimi. Bu vint nə üçündür? Bu vint zavodda tənzimlənir, cihazlar qoyulur, təzyiqlər ölçülür, suyun təzyiqi. Bax bu membran burada yerləşir, rezin membran. Həm bu üzünə su dolur bunun. Və orada təzyiqlər normal bir qaydada olmalıdır ki, həm su vaxtında aça bilsin membran qaz klapanı. Burada qaz klapanı var bunun içində. Bir klapan da buradadır. Bax, bura birləşdirilir. Elektromaqnit klapandır o. Cərəyan gəlir, bu klapan açılır və membran da buradakı klapanı açır. Bax, bu birləşmədə klapan var. O mexaniki klapandır, suyun təzyiqi ilə açılıb bağlana biləndir. Və o membranın düzgün işləməsi üçün vacibdir ki, oradakı təzyiqlər fərqi normada olsun. Çox vacibdir o. Və o normanı da dediyim kimi zavod şəraitində bax bu vintlərlə tənzimləyirlər. Azaldıb çoxaltmaq olur da bu vintləri vurmaqla. Onu təbii ki, sadə vətəndaş o işi görə bilməyəcək. Onu ancaq peşəkarlar tənzimləyə bilər və inanmıram ki, bizdə elə ustalar da var ki, onu tənzimləmək iqtidarında olsunlar. Rast gəlmir, heç videolarda da rast gəlmir ki, hansısa usta görüm ki, onun haqqında danışsın ya tənzimləsin, qarşıma çıxmayıbdır. Ona görə qəti bu vintlərə əl vurmayın. Bax, bu 1, bu da 2. Bəzi modellərdə bu şəkildə olmur. Hardasa bu yanda, burada olur, bax bu hissədə. Bu biraz formaca fərqli olan modellər də var. Elə vint gördüm, bunu bərkidim kimi yanaşma çox səhv yanaşmadır və xarab eləyərsiniz. Nəticədə gəlib bunu tam şəkildə komplekt almağa məcbur olarsınız. Bax, mənim demək istədiyim odur ki, bu vintlərlə işiniz olmasın. Bir də bir sizdən xahişim var. Siz abunə olun. Bax, bu videoda mən bu vintlər haqqında danışdım da. Başqa bir kiçik videoda da başqa bir element haqqında danışacağım. Məsələn, bunun haqqında, bu mikropereklüçatel haqqında. Başqa bir videoda tutaq ki, bunun haqqında danışıram. Bu klapan var burada, elektromaqnit klapan. Bax, bu kiçik məlumatları görməyiniz lazımdır. Əgər varsa evinizdə belə bir cihaz, mütləq o cihazın heç olmazsa səthi olaraq haqqında anlayışınız olmalıdır. O anlayış olanda mənim də işim rahat olur. Sual verəndə korrekt suallar verirsiniz və düzgün təsvir verə bilirsiniz ki, probleminiz nədir. Mən də əl üstə ona cavab verə bilirəm, vaxt itirmədən özünüz aradan qaldıra bilirsinizsə qaldırırsınız. Ona görə abunə olmağınızı sizdən xahiş edirəm. Sağ olun, sağlıqla qalın.